uman yerdən küsəllər filan, bəzi məqamlar o küsmək də deyil, o məsələn nəyəsə təmənna eləmək, o bəzi məqamlarda olar. Amma ki, incimə və incitmə, bu cür yaşamaq üçün gərək həyatın əbədiliyini görəsən və buradakı həyatın müvəqqətiliyini. Müvəqqəti şeylər üçün adamları incitmək olmaz. Bir dənə, belə deyim, bütün dünyanın hamısı bir insanın ürəyinə yox, atılan dırnağına dəyməz. Onu sənlə bir qəmləndirəsən nəyəsə görə. Bu baxımdan həyata önəm vermə, qısadır. Amma, bax, bura diqqət etməyinizi xahiş edirəm. Amma axirət həyatına təsir baxımından dünya çox önəmli yerdir. Dünya çox önəmli yerdir. Bir baxımdan qısadır, əhəmiyyətsizdir, Allah kiçildir dünyanı. Bir baxımdan mənim gələcək mənzilim burada müəyyən olunur. Burada artıq diqqət və həmin önəmsiz dünya çevrilir olur önəmli sənin üçün. Sənin hər bir hərəkətin oradakı yerini müəyyən eləyir. Sənin hər bir anın. Canın çıxandan sonra, dünyadan gedəndən sonra özünü öldür, oradakı mənzilində 1 santimetr dəyişiklik eləyənməyəcəksən. Bağlandı qapı. Neynəcəksən buradadır. Onda görürsən ki, bayaqdan ki danışırdın önəmsiz dünya gəlir, bu baxımdan baxanda önəm kəsb eləməyə başlayır. Olur çox önəmli bir yer. Çünki sən nəticəyə, oradakı nəticəyə ancaq burada təsir göstərə bilirsən. Buradan getdinsə nəticəyə təsir imkanın bitdi. Vəssalam. Oradan ancaq nəticə görməyə gedirsən. Bu baxımdan dünya oradan mühüm yerdir. Oradan daha mühümdür. Bu baxımdan götürəndə. Çünki sən burada hər bir hərəkətin, düşüncən, addımın oradakı mənzilə bu və ya digər dərəcədə təsir göstərir. Biz mənzilimizi burada seçirik. Beş günlük dünyadır, qısalıq baxımından bəli. Əhəmiyyət vermə çox, özünü öldürmə bəli. Əhəmiyyətsiz bildirən kiçik bir şeysən, mənə dəyməzsən sən. Amma bu 5 günlük müddət fürsətin var. Nə əldə eləyəcəm buradadır, onda həmin dünya başlayır sənə əhəmiyyət kəsb eləməyə. Bu baxımdan baxanda möhkəm yapışırsan dünya həyatından. Ciddi yanaşmağa başlayırsan. Hər anın buradakı həyatın, sənin oradakı milyardlarla il yaşayacağına təsir göstərir. 10 nəfər adam oturub bir yerdə. Biri durdu, hamıya çay gətirdi. Bu bir dənə çay gətirməklə buradakiləri, məsələn, 1000 il işıq sürəti ilə geçsin, o boyda məsafədə qabaqladı, keçdi qabağa. Belə bir imkanı var bu dünyanın, belə bir potensialı var. Hər saniyəsi oradakı mənzilini qaldıra bilər, 100 illərlə qabağa sala bilər səni. Onda deyirsən ki, yox, bu fürsətdir, bəhrələnməliyəm. Başlayırsan həmin o dəyərsiz dünyaya bu baxımdan əhəmiyyətli yanaşmağa. Bir Subhanallah fərqi orada, birinin artıq Subhanallah deməyinin fərqi 100 illərlə məsafədir. Çünki geniş aləmdir ora. Burada fərqlər də genişdir. Bir Subhanallah birindən qabaqdasansa, mənzilləriniz arasında 100 illərlə fasilə yaranır. Bax, bu inanc insanı aktivləşdirir. Deyirləri, qərblilər aktivdir, müsəlmanlar ölü. Çünki axirət inancının ancaq dünyanın əhəmiyyətsiz hissəsi izah olunub. Amma bu baxımdan baxmayıblar ki, burada hər şey əlli olunur. Mən gərək hər an qədrini bilim, fəaliyyətdə olun. İmam Sadiq əleyhissalam buyurur ki, Allaha bəndə olan adamın bir saniyəsi boş keçmir, dayanmadan fəaliyyətdədir. Çünki bilir ki, hər saniyə yüksəliş imkanıdır. İçində əyləncə də var. Əyləncə də var. O demək həmişə işləyir. Əyləncə də nə üçündür burada? Yenə də həmin hədəflə əlaqələndirilir. Biraz dincimizi alaq ki, yolu yenə gedək. Əyləncə də olur yolun tərkib hissəsi. 20 dəqiqə, 1 saat oturaq deyək, gülək. Cənnətdə bir yer qərar veriblər. Adı Darul Fərəhdir. Darul Fərəh yəni sevinc evi, şadlıq evi. Şadlıq evi kimlər üçündür? O kəslər üçün ki, başqalarını sevindiriblər, şad ediblər. Onda zarafat da yaxşı olur, deyəsən, güləsən, həddində, qaydasında. 2 günü bir-birinə bərabər olan adam məlundur bizim Peyğəmbərimiz Əhl-i Beyt buyurur.
2 günü bir-birinə bərabər olan adam lənətli idi. O qədər önəm verir inkişafa. Hər saniyon inkişaf olsun. Həyatın hər saniyəsi, hər anı ayrıca ucalmaq imkanıdır. Ayrıca yüksəlmək imkanıdır. Onda həyat müsabiqəyə çevrilir. Olur əyləncəli bir oyun. Sənin axirətdəki evin İmam Hüseynin evi ilə məsafəsi nə qədərdir? Heç o haqda düşünürsən. Bu dünyada müəyyən olunur. Canın çıxandan sonra o mənzillər arasında fasilə yaxınlaşa bilməyəcək. Yaxınlaşması mümkün deyil. Məsafəni heç nə eləyib yaxınlaşdıra bilməyəcəksən. Nə qədər buradasan bunun fikrində ol. Bəli, bu baxımdan dünya çox önəmli yerdir, çox əhəmiyyətli yerdir. Bu dünyanın hər bir məhdudiyyəti səni inkişaf elətdirir. Sənin mənzilini artırır. Futboldan keçən dəfə misal çəkdim. Futbolisti, məsələn, indi adını çəkəkdə hansı, məsələn, məşhurları kimdir, məsələn, Messidir, məsələn, Ronaldo'dur, filankəsdir. Bunları bu həddə çatdıran nədir? Məhdudiyyət. O məhdudiyyət, hərədə bir dənə top olsa, oyunçuluq məharəti üzə çıxmaz. Hər tərəf qapı olsa, oyunçuluq məharəti olmaz, üzə çıxmaz. Bütün bu məhdudiyyətlərdir ki, onun içində olan o oyunçuluq potensialını reallaşdırır, həyata keçirir, inkişaf etdirir. Həyata da baxışın belə olsa, dünyadakı məhdudiyyətlərin hər biri sənin oradakı mənzildə yüksəlişvə səbəb olur. Elə baxsan, başqa cür yaşayarsan. 2 nəfərdir görürsən, biri ilə o birisinin arasında 100.000 il fasilə var. Nə üçün? Bu salavat çox deyərdi, məsələn. Məsələn deyirəm. Fasilələr belə olur. Oradakı geniş aləmdə bir salavat fərqi mənzili çox qabağa aparır. Çox qabağa aparır, ayırır adamları bir-birindən. Dünyada belədir. İkisi də doktorluq dissertasiyası müdafiə edib, ikisi də alimdir. İkisi də eyni dərəcədədir. Amma axirətdə belə deyil. Bir fəndən biri bir qədər zəif olubsa, məsafə gəlir olur nə qədər adamların arasında. 100.000 illik məsafə olur.